Salam. Mən bugün soğulcanlardan danışmaq istəyirəm, soğulcanların bəsləməsindən. Bu soğulcanların haqqında videonu məndən bir-iki nəfər xahiş eləyib, bizdə o insanlar təzə bu işlə məşğul olurlar. Ona görə də mən bu videonu təzə soğulcan saxlamaq istəyən insanlar üçün bu videonu çəkirəm. Əgər bu video, mən bilirəm bu çox çəkəcək, ola bilsin YouTube bunu qəbul eləməsin. Mən ola bilsin ki, bu videonu 2 hissəyə və yaxud 3 hissəyə ayıra bildim ki, YouTube bunu götürə bilsin. Ona görə də əgər bu soğulcanlar haqqında məlumatı neçə videoda varsa, onun hamısına əgər baxsanız, onda başa düşərsiniz. Yoxsa belə başa düşə bilməzsiniz. Əvvəla mən ümumi demək istəyirəm ki, mənim soğulcanları saxlayarkən çətinliklərim və səhvlərim nə olub? Onlardan söhbət edirəm. Çətinliklərim nə olub? Birinci, mən soğulcanları, bax, orada işıq yanır, görürsünüz buradan, deməli, orada saxlayırdım. Deməli, burada balaca qapı var, deməli, həmin bu qapıdan keçirdim. Deməli, yük də mənim əlimdə soğulcanlar üçün yem gətirirdim. Buradan əylə-əylə gəlirdim, çünki padvaldır, bu mənim evimin padvalıdır. Buradan gətirirdim, bu koridordur, koridordan o yana da otaqdır. Həmin otaqda saxlayırdım. Onu da deyim ki, bu padval iqlimə görə soğulcanların saxlanması üçün çox ideal bir şərait var. Çünki qışda kombi yanır, bura isti olur, yayda da sərin olur. Soğulcanlar iqlimə görə çox əlverişlidir. Amma digər ki, əziyyətdir. Mən yaşlaşmış adamam, ondan sonra ayağım ağrıyır, qıçım ağrıyır. Mənim o qapıdan əylə-əylə gəlib, yüklə gəlib soğulcanlara yem vermək mənim üçün çox əziyyət tələb olunurdu. Ona görə də mən bunu əziyyət çəkirdim. İkinci çətinliyim nədir? Mən bu evi tikəndə, deməli, bunun həyətində, deməli, peyin tökməyə imkanım yoxdur. Peyin tökməyə yer yoxdur. Ona görə də qonşudan xahiş edirdim, qonşunun evi də uzaqdır. Qonşudan xahiş edirdim, əgər mənə soğulcanlar üçün 5 araba, əgər peyin lazım idirsə, mən xəcala çəkirdim 5 araba istəyəm, ondan 1 araba istəyirdim. Ona görə də ona deyim ki, məndən pul götürmürdü, ona görə. Deməli, soğulcanları normal şəkildə bəsləyə bilmirdim. İkinci çətinliyim o idir ki, həmin o peyni gətirirdim, ona müxtəlif qatqılar qatmalı idim ki, ona deyirlər vermikompost. Deməli, peynə saman, karton, nə bilim, meyvə çürüntüsü, bunları qatmalıydım. Bunları qata bilmirdim, imkanım yox idi. Deməli, peyni oradan gətirirdim, birbaşa soğulcanlara verirdim. Soğulcanlar da bu peyində normal inkişaf edə bilmirdilər. Deməli, artım az olurdu. Ona görə ki, soğulcanlar peynin içində hərəkət çəkməyə çətinlik çəkirdilər. Üçüncü səhvim o oldu ki, deməli, mən qonşudan peyin alanda, sən demə, peyin istisal edən adam öz heyvanlarını dərmanla yuyub. Dərmanla yuyandan sonra həmin dərman peyinə dəyib, gətiriblər mənim qonşum üçün, mən də oradan gətirdim soğulcanlara. Nə yaxşı ki, o soğulcanların bir hissəsinə, deməli, verdim onu. Deməli, bir hissəsinə verəndən sonra o dərmanlı peyin soğulcanlara xeyli ziyan elədi. Deməli, bu da mənim çətinliklərimdir. İndi, əziz izləyicilərim, sizə deyim ki, bəs bu qədər əziyyət çəkirik, bu peynin biohumusdan, yəni bu soğulcan gübrəsindən fərqi nədir? Onu deyim ki, peyni bitkilərə verəndə, bitkilər onu 1 aydan 3 aya qədər o peyin torpaqda fermentasiya olunmalıdır, çürüməlidir, parçalanmalar getməlidir, karbohidratlar ayrılmalıdır. Ondan sonra bitkilər onu qəbul eləməlidir. Amma bu biohumus ki yoxdur, bunu burada bu soğulcanlar onu öz bədənində, öz daxilində qarışdırırlar və öz daxilində daxili sekresiya vəzlərindən xüsusən hormonlar
peyinə qatırlar. Həmin o peyinlər, deməli, həmin o hormonların əsasında bu peyin olur bitkilər üçün hazır çörək. Belə deyək də, hamı başa düşsün. Peyin xam maldır, amma biohumus isə hazır material. Bitkilər əgər peyni 2-3 aya qəbul edə bilirlərsə, amma bu biohumusu həmin gündən veririk bitkilərə, həmin gündə bitkilər onu istifadə edə bilirlər. İndi bunun əvvəl necə saxlayırıq? Deməli, onu da deyim ki, deməli, mən bu soğulcanları elə oldu ki, mən istədim oradan köçürəm, gətirəm bura. Çünki onu bir gözəl insana söz vermişəm. Bəlkə mən artıq saxlaya bilmirəm. Bəlkə bu soğulcanları ona verdim. Ona görə də adam kiraya tutdum. Həmin deməli oradan deməli bitkilər deməli soğulcanı deməli torpaq qarışıq oradan gətirdi. Deməli gətirdi, çıxartdı çölə. Çölə çıxardandan sonra soğulcanları seçdi. Seçəndən sonra gəldi. Deməli 19.700 ədəd soğulcan deməli bura tökmüşük. Bura tökmüşük. İndi bunu göstərim sizə. Deməli nətərdir? Bu onun üstünü kardonla örtmüşəm. İndi soğulcanları bura tökəndən sonra onu da deyim ki, deməli bura bir çərçivə düzəltdim. Bu çərçivənin deməli ölçüsü 1.20'nin 1.20'yedir. İndi bura tökdüm. Özü də baxın, mən bu padvalda bura semendir. Bu semendir. Əslində mən bunları tökəndə əgər uzun müddət saxlamaq istəsəydim əgər, deməli əslində drenaj düzəltməliydim. Çünki bu beton deməli bu soğulcanlara bu verilən bu suyu çəkmir. Ola bilsin ki, aşağıda nəmlik çox olsun. Beton suyu çəkməsin. Ona görə də mən bura əvvəl sərməliydim ya xırda daşlar ya da ki kərpic qırıntıları 3-4 sant. Ondan sonra bu torpağı tökməliydim. Deməli, mən onu ona görə tökmədim ki, əgər mən bu soğulcanları o insana əgər versəm, həmin o daşlar mən üçün çətinlik yaradardı. İndi isə bunu eləyə bilərəm. Elə bu torpağa qarşı götürüb yeşiklərə yığım və onu göndərim. Ona görə də o daşları mən tökmədim. Əgər kim uzun müddət saxlamaq istəyirsə, mütləq o drenaj yaratsın. Əgər betondursa yerin altı, drenaj yaratmalıdır ki, suyun artıq qalan hissəsi həmin o daşların arasına axsın. Deməli, belə elədim. Mən birinci dəfə deməli bu betonun üstünə karton doğradım. Karton doğrayandan sonra onu suda ıslatdım. Isladandan sonra əlimlə sıxdım. Əlimlə sıxandan sonra həmin o topa alındı. O topanı diddim. Əlimlə diddim ki, soğulcanlar onun içine girə bilsin və orada hava axını yaxşı ola bilsin. Didəndən sonra deməli buradan 40 santimetr, deməli 1.20 deyil bu ramkanın ölçüsü. 40 santimetr deməli ayırdım, 3 dənə 40 santimetr. Deməli birinci 40 santimetrə deməli o yaş kardonları 3 santimetr qalınlıqda örtdüm. 3 santimetr qalınlıqda örtdüm. Özümdəki örtəndən sonra üstünə deməli torpaq verdim. Torpaq necə? Peyni hazırladım ki, peynin tərkibinə fikir verin. Deməli 60% peyin. Belə deyək də, əgər götürsək, əgər bu mastrokla, əgər 10 mastrok əgər yem hazırlayıramsa, onun faizini deyirəm sizə. 10 mastrokun 6 mastroku deməli çürümüş peyin. Bir mastrok torpaq. O torpaq da çürümüş torpaq, qara torpaq olsa yaxşıdır. 3 mastrok da isladılmış
kardon. Bir de ki hələlik mən saman tapa bilməmişdim. Göy ot gətirdim, fikir verin. O da göy ot, o da orada var o da. Göy ot gətirdim, doğradım və onu soluqdurdum. Çünki təzə qatmaq olmazdı. Deməli, üst qata verdim. Deməli, alt qata 3 santimetr yaş kardon koydum. Onun üstüne töktüm 60% peyin, 10% torpaq, 30% de kardonla ot. Deməli, tökəndən sonra soğulcanları töktüm. İndi birinci videonu biz deməli birinci videoya başa çatdırdıq. İkinci video üçün istəyirəm yaxşı deməli yerləşsin deyə ikinci videonu çəkəcəyim. Onu da deyim ki, bu işıq yoxdur. Bu işığı mən soğulcanları sizə göstərim deyə ona görə mən bu işığı çəkmişəm. İndi ikinci video başlayacaq. Bunu qutaraq deməli.